Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində ən yaxın sularda xilas etmə məntəqəsindən 2 kilometr aralı dənizdə nəzarətsiz ərazidə 4 nəfər batıb. Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin 112 qaynar telefon xəttinə ilkin məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FEAŞ-ın kiçik həcmli gəmilərin nəzarət və sularda xilas etmə Dövlət Xidmətinin dalğıc xilasediciləri axtarışlara cəlb olunub. Bildirilir ki, həyata keçirilən operativ xilas etmə əməliyyatı sayəsində vətəndaşlar 1975-ci il təvəllüdlü Məmmədov Rasim Qəhrəmanoğlu və 2016-cı il təvəllüdlü Məmməd Zayda Aytən Rasim qızı xilas edilib. Axtarışlar nəticəsində dalğıcılar tərəfindən 2005-ci il təvəllüdlü Məmmədov Rasim oğlunun meyti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Hazırda suda batdığı ehtimal olunan digər vətəndaş 2007-ci il təvəllüdlü Məmməd Zayda Zeynəb Rasim qızının axtarışları davam etdirilir. Əlavə məlumat veriləcək.